yaxşı olar ki, açıq demək lazımdır. Orada biraz turizmi inkişaf elətdirmək, təbliğat aparmaq. Girişdən başqa bir ab-ı havadır. Deyirsən, yəni bu yol aparacaq sizi o meşəliyə, amma həqiqətən də bir gedirsən, bir 20 kilometr, sonra görürsən ki, bir cənnətə düşürsən. Yəni orada Hacı Rahimə ehtiyac olmur. Cənnəti görürsən. Necə? Bəli, mən də salamlayıram hər birinizi. Doğrudan da bugün səhər elə evdən çıxanda yaxın dostlarla danışırdım. Dedim, bax, görsən necə gözəl hava var, adamın eyni açılır. Görsən, Allah insana elə bir gözəlliyi bəxş edir ki, bir var insanla bir qaşlı-qabaqlı danışanda doğrudan qarşındakı insana da o negatifi ötürürsən. Amma pozitiv danışanda, gülərüz danışanda, o gülərüz danışmaq üçün birinci öz mənəviyyatın, öz əhval-ruhiyyən gözəl olmalıdır ki, o qarşında oturan insana da onu təsir edə biləsən. Ona Həzrət İmam Sadiq əleyhissalamın yanına bir nəfər gəlir, deyir ki, Yəbnə Rəsulallah, istəyirəm ki, Allah dərhal etdiyim ibadəti qəbul eləyir. Eləmin, indi bilmək istəyirəm. İstəmirəm qalsın qiyamətə. İstəyirəm ki, bu dəqiqə biləm ki, mənim Allah tutduğum orucu qəbul elədi ya yox. Qıldığım namazı qəbul elədi ya yox. Etdiyim yaxşılığı Allah qəbul elədi. Verdiyim sədəqəni, nəzri Allah qəbul elədi ya yox. İndi bilmək istəyirəm. Həzrət İmam Sadiq Əleyhisselam buyurur ki, bax gör, etdiyin ibadət sənə ləzzət edirsə, bil ki, Allah dərhal onu qəbul elədi. İndi insanla danışırsan, insana əgər pozitiv enerjini ötürə bilirsənsə, özün o pozitiv enerjidə olmalısan. Özün o mənəviyyatda, o istəkdə olmalısan. Məsələn, bu səhər gələn kimi, Etibar müəllimi görən kimi çoxdan da görmürdüm. Allah canı sağ eləsin. Həqiqətən insana, niyə? Çünki özündə, sözündə, mənəviyyatında düz insandır. Ağsaqqallımız, Allah ömür versin. Çoxdan da görmürdüm və digər əziz qardaşlarımızı, xanımı da görmürdüm. Allah ömür versin inşallah. Keçmiş bayramımız da mübarək olsun. Ramazan ayımız bərəkətli olsun, düşərli olsun. Ümidim budur ki, hamımız orucuq. Olmayanlara da Allah nəsib eləsin inşallah. Deməli, nəticə. Deməli, insan özü hansı xarakterdə olsa, qarşındakı insana da o gözəl xarakteri təsir edəcək. Gözəl.